Qoç bürcü. Günün başlanğıcı ən asan olmayacaq. Yaxınlarınızla münasibətlərdə uzun müddətdir davam edən ziddiyyətlər üzə çıxacaq və onlara məhəl qoymamaq daha yaxşıdır. Qarşıda çoxlu çətin söhbətlər var. Bu danışıqlar zamanı sakit və obyektiv qalmaq vacibdir. Nəhayət, kompromis həllər tapmaq və kobud kənarları hamarlamaq mümkün olacaq, lakin bu müəyyən səy tələb edəcəkdir. Tədricən vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. Ətrafınızdakılar sizə lazımi anda kömək və dəstək təklif edəcəklər. Bir çox qoç əlverişli perspektivləri görəcək və onlardan uğurla istifadə edəcək. Buğa bürcü. Gün yaxşı keçəcək, lakin axşam saatlarında çətinliklərlə üzləşməli olacaqsınız. Siz güc və enerji ilə dolu olacaqsınız və bütün lazımi işlərin öhdəsindən gələcəksiniz. Bəzi buğalar qohumlarının problemlərini həll etməyə kömək edəcək və onların dərin minnətdarlığını qazanacaqlar. Münasibətləri gücləndirmək və inkişaf etdirmək üçün yaxşı vaxtdır, xüsusən də son vaxtlar aranızda tez-tez münaqişələr olubsa. Bir baxışda bir-birinizi başa düşə və keçmiş narazılıqlarınızı aradan qaldıra biləcəksiniz. Günün sonunda özünüzü idarə etmək çətin olacaq. Başqalarının xırda çatışmazlıqlarına yersiz əhəmiyyət verməyin, o zaman mübahisələrdən və fikir ayrılıqlarından qaça biləcəksiniz. Əkizlər bürcü. Pis gün deyil. İşinizdə sizə faydalı olacaq bir şey öyrənmək imkanınız olacaq. İmtahanlara hazırlaşmaq üçün yaxşı vaxtdır. Bir çox əkizlər gərəksiz şeylərdən qurtula və son vaxtlar problemdən başqa heç nə gətirməyən münasibətlərə son qoya biləcəklər. İntuisiya qeyri-müəyyən vəziyyətlərdə düzgün qərarlar təklif edəcək. Axşam saatlarında yığılıb qalmış ev işlərinə fikir verməli olacaqsınız. Hər şeyin öhdəsindən uğurla gələcəksiniz və ailə üzvləriniz bəzi öhdəlikləri öz üzərinizə götürməyə hazır olacaqlar. Köhnə dostlarla görüş sizə çoxlu müsbət emosiyalar bəxş edəcək. Xərçəng bürcü. Çətinlikləri olmasa da yaxşı gündür. Bir çox xərçənglər ünsiyyətdə xüsusilə dürüst və sadə olacaqlar ki, bu da hər hansı anlaşılmazlıqların qarşısını almağa kömək edəcək və bir çox mübahisəli məsələləri müzakirə etmək imkanı verəcəkdir. Hər kəsə uyğun həllər təklif etmək mümkün olacaq. Əgər pozulmuş münasibətləri düzəltmək üçün fürsət yaranarsa, bundan istifadə edin, peşman olmayacaqsınız. Günün sonunda biraz həssas ola bilərsiniz. Hər şeyi çox ciddi qəbul etməyin. Çox vaxt məyusluq və narazılıq üçün əsl səbəb olmayacaq. Şir bürcü. Gününüz xoş keçsin. Bütün səylərinizdə şanslı olacaqsınız, buna görə də uzun müddətdir təxirə saldığınız şeylərə indi başlamaq vaxtıdır. Yeni və tanış olmayan mövzuları tez başa düşə biləcəksiniz. Görülən səylər istədiyiniz nəticəni verəcəkdir. Bir çox şirləri maraqlı səfərlər, canlı təəssüratlar və müsbət emosiyalar gözləyir. Ev işləri diqqətinizi tələb edəcək, lakin çox yorucu olmayacaq. Karyeranıza müsbət təsir edəcək və ya biznesinizi inkişaf etdirməyə kömək edəcək faydalı insanlarla tanış olmaq imkanı olacaq. Qız bürcü. Olduqca yaxşı gün. Səhər güc və emosional yüksəliş hiss edəcəksiniz. Əksər qızlar bütün planlaşdırılan işlərin öhdəsindən asanlıqla gələ biləcəklər. Köhnə hobbiyə vaxt ayırmaq və ya yeni və maraqlı bir şey sınamaq imkanı olacaq. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaq və bu, son dərəcə müsbət nəticələnəcək. Yaşlı qohumların məsləhətlərini laqeyd yanaşmayın, onlar sizə faydalı fikirlər və perspektivli fikirlər verəcəklər. Günün ikinci yarısı mühüm məsələləri müzakirə etmək və ümumi işgüzar maraqlarınız olan insanlarla görüşmək üçün əlverişlidir. Tərəzi bürcü. Özünüzü əlində saxlaya bilsəniz, gün uğurlu olacaq. Səhər bir çox tərəzilər emosional yüksəliş hiss edəcəklər, ona görə də hər hansı bir çətinlik onlara heç nə kimi görünəcək. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız, lakin bu çox da ağır olmayacaq. Hətta səylərinizin nəticələrindən həzz alacaqsınız. Çoxdandır görmədiyiniz insanlarla gözlənilməz görüşlər mümkündür. Başqalarının çatışmazlıqlarını çox tənqid etməməlisiniz. Bu, yaxşı münasibətləri qorumağa və evdə müsbət atmosferi qorumağa kömək edəcək. Əqrəb bürcü. Olduqca sıx bir gündür, amma sevincsiz deyil. Sağlam düşüncəniz əsaslandırılmış qərarlar qəbul etməyə imkan verəcək. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır.
Söhbət asan olmayacaq, amma nəticədə bir çox ziddiyyətləri aradan qaldıracaq və aranızda qarşılıqlı anlaşmanı gücləndirəcəksiniz. Axşam mehriban görüşlər və yeni tanışlıqlar üçün idealdır. Çox güman ki, gələcək həyatınızda mühüm rol oynayacaq insanlar sosial dairənizdə peyda olacaqlar. Əgər uzun müddətdir kiməsə aşiq olmusunuzsa, o insana yaxınlaşmaq üçün fürsət yaranacaq. Oxatan bürcü. Gününüz xoş keçsin. Siz güc və enerji ilə dolu olacaqsınız, ona görə də heç bir çətinlik sizi çaşdırmayacaq. Gələcəklə bağlı planlar qurmaq və onları yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Birlikdə siz ən maraqlı variantları ortaya çıxara və mümkün problemləri həll etmək üçün bir çox yol təqdim edə biləcəksiniz. İndi sizə çox çətin görünən şeyləri etməyə başlamağın vaxtıdır. Oxatanların çoxu qeyri-adi məsələləri belə asanlıqla başa düşəcək və yaxın dostların dəstəyi və məsləhətləri çox faydalı olacaq. Oğlaq bürcü. Günün ilk yarısında bütün vacib işləri görməyə çalışın. Adətən mübahisə etdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Bir çox oğlaqlar çoxdankı düşmənlərlə barışacaqlar. Bəzi keçmiş düşmənlərin müttəfiqlərinizə qoşulması mümkündür. Daim sonraya təxirə saldığınız məsələləri həll etmək üçün əlverişli zamandır. Axşam saatlarında hisslərinizin öhdəsindən gələ bilməyəcəyiniz ehtimalı azdır. Bu zaman vacib qərarlar qəbul etməməli və tələsik vədlər verməməlisiniz. Sevdiyiniz insanla səmimi söhbət sizə müsbət əhval-ruhiyyə qazandırmağa kömək edəcək. Dolça bürcü. Məşğul gün. Münaqişələrdən qaça bilməyəcəksiniz, lakin onların tez bir zamanda həllini təmin etmək sizin səlahiyyətinizdədir. Əgər yaxınlarınızdan biri ilə mübahisəniz varsa, tezliklə barışıq yolunda ilk addımı atmağa çalışın. Əksər dolçalar heç bir ciddi layihəyə başlamamalı və mühüm qərarlar qəbul etməməlidirlər. Bahalı alışlar üçün əlverişsiz vaxt. Emosional vəziyyətinizə diqqət yetirin. Günortadan sonra yaxın dostla görüş və ya sevdiyiniz insanla görüş böyük sevinc gətirəcək. Onlar sizə dəstək olacaq, sizi şadlandırmağa və xoş sürprizlərlə sevindirməyə çalışacaqlar. Balıqlar bürcü. Sizi aktiv bir gün gözləyir. Uzun müddətdir sizi narahat edən bir çox məsələləri həll edə biləcəksiniz. Yeni şeylər öyrənmək, ixtisasları artırmaq və imtahanlara hazırlaşmaq üçün əlverişli zamandır. Bir çox balıqlar dostları və ya qohumları ilə ciddi mövzuları müzakirə etməkdən faydalanacaqlar. Birini ziyarətə dəvət etmək üçün gözəl bir an. Günün ikinci yarısında xoş xəbərlər almaq mümkündür. Siz tezliklə mühüm rəqabət üstünlüyünüzə çevriləcək məlumatları öyrənə biləcəksiniz.